Ən sadə və çox da ləzzətli pirajkiləri hazırlamaq üçün qabımıza öncə 500 ml ılıq su, 500 ml ılıq süt, 2 dolu çay qaşığı duz, 2 desert qaşığı şəkər tozu və 2 bağlama instant maya əlavə edib biraz qarışdırıram. Bu reseptlə böyük ailələr hazırlasın. Kiçik ailələr ərzaqları 2-yə bölsünlər və unu əlavə edib öncə qaşıq yardımı ilə, daha sonra az-az un əlavə edərək yumşaq və ələ yapışan xəmir yoğururam. Gördüyünüz kimi xəmirimiz çox yumşaqdır. Üzərinə 50-60 qram duru yağ əlavə edib təkrar yaxşı yoğrulduqdan sonra yağlanmış daha iri bir qaba boşaldıram və üzərini bir streç və yaxud qapaq yardımı ilə örtüb xəmiri mayalandırırıq. Mayalanmış xəmirin havasını aldıqdan sonra öz zövqünüzə görə kündələr tuturuq və sevdiyimiz içlikdən istifadə edirik. Xəmiri bu cür yayaraq içliyi əlavə edirik. Deməli, mən soyutma kartof və soğan duz qarışımından hazırlamışam. Arzu edənlər qarışıma göyərti də əlavə edə bilərsiniz. Ağzını yaxşı bağladıqdan sonra tərs üzü üstə çevirərək pirajkilərimizi biraz gözlədirəm və isidilmiş yağımıza hazırladığımız pirajkilərimizi əlavə edərək hər iki üzünü yaxşıca qızardırıq. Qeyd edim ki, qazın xodunu çox etmirik. Həm yağımız yanmasın, həm də pirajkilərimiz yaxşı bişsin. Və nəticədə möhtəşəm pirajkilərimiz hazırdır. Siz də eyni qaydada hazırlayın. Əminəm ki, siz də bu resepti çox bəyənəcəksiniz. Məndən isə bu qədər. Sağ olun, Allah'a əmanət olun.